Bir neçə gündür vlog çəkmirəm sizlər üçün. Onların səbəblərini anlatacağım sizə birazdan. İndi sizə havanı göstərmək istəyirəm. Dünən havada biraz daha yaxşı idi. Bugün həm buludludur, həm mən gedəcəm amma qar yağıb, yəni yerin islamanından anlayırsınız. Yəni hava dəhşətli dərəcədə soyuqdur. Amma bugün mən çölə çıxmalıyam və bu gün sizin üçün vloglayacağam. Başlayaq. Deməli sizə vlog çəkmədiyim müddətdə çəkməməyimin səbəbi breket taxtırmağım idi. Breket taxtırmışam və breket taxtırdıqdan bir gün sonra isə dodağım bu formada uçuqlayıb, yəni ondan da uçuq demək olar, çünki alt dodağım bu hissəsi qeyri-bərabər formada şişib. İndi bugün həkimimlə də danışacağam niyə, yəni bəlkə o bilər səbəbin, ya da elə həqiqətən yuxuda qorxduğum üçün çıxlamaqdır, çünki məndə tez-tez olur. Yəni belə, indi gedim gəlim sizə göstərəcəm. İndi həkimə getməyimin səbəbi, yəni 2-3 gündür breket taxtırmışam. Arxa dişlərimə, yəni yuxarıdan aşağıdan az dişlərimə breket taxılmayıb. Bir də həkimin məsləhəti ilə ağzıma aparat qoyulacaq. Aparatımı almaq üçün gedirəm həm də neydi? Diş şotkası, yəni burada xüsusi diş şotkalarından istifadə olunur. Breketə özəl, onu almağa gedirəm. Həkimimdədir. Ödəniş etmişəm, həkimim gətizdirib. Yəni burada bir neçə aptekə baxdım, onu tapılmadı. Yəni düşünürəm ki, bütün apteklərdə tapılmalı olan bir şeydir, amma tapmadım mən. 4-5 dənə aptek gəzdim. Yəni belə, indi gedim gəlim sizə hər şey detaylı danışacağam və çəkəcəm. Günlük yuxumda bu şəkildədir. Hadi bay bay. Bugünkü komunum da belədir. Bu arada sizi salamlayıram, çünki deyəsən salamlamamışdım. Belə, gidiyorum. Bay bay. Hava çox soyuqdur. Həm də buz kimi. Donayım. Metroya çatmaq üçün adım sayıyorum yəni. Çox soyuq. Bura dəhşət çox qar yağır. Bizim tərəfə yağmırdı. Dondum. Saçımın feni pozulmasın deyə. Yəni çox uğraşıyorum. Deməli bura inşaatçılardır. Gördüyünüz kimi bura çoxlu qar yağır. Bir usta qar yavaş-yavaş oturmağa başlayıb. Amma bizim tərəfdə nə yağmırdı, nə oturmamışdı gördüyünüz kimi. Burada sizə qarı çəkib göstərməyə çalışıram. Rayonda amma görsəz, yəni qar əslində oturub çox qəşəngdir. Deməli sonra gəldi. Mən elə bilirdim ki, həm də arxa dişlərimə breket taxılacaq, amma həkimim dedi ki, sadəcə plastinkalar yerləşdiriləcək. Bir həftədən sonra isə həm plastinkanın ağza təsiri yoxlanılacaq, həm də ondan sonra deyəsən arxa dişlərdə breket taxılacaq. Burada isə breketlərin uclarından çıxan o uzun dəmirləri kəsirdik ki, ağzıma batmasın. Hər kəs salamlayıram növbəti gündən. Havaya baxın, hava yenə eynidir, yenə çox soyuqdur. Mən bilirsiniz nəyin dərdini çəkirəm? Bir neçə gündən sonra universitet başlayacaq və bu havada, bu soyuqda, yəni aşağını görürsünüz. Yəni hal-hazırda balkondayam və bu qədər üşüyürəmsə, universitetə o qədər yol gedib gəlməyə necə olacaq bilmirəm. İndidən dərd yükləndi mənə. Yəni deməli marketdə alış-veriş eləmişik və mən sizə bunları çəkəcəm, nələr almışıq və s. Dişimlə də bağlı həkimdən gəldikdən sonra heç nə çəkə bilmədim, çünki indi danışacağım onları da sizə birazdan niyəsi. Bax görək nələr almışıq. Deməli portağal almışıq. Yemək var 4 ədəd 1 manat 80 qəpik. İndi mən bilmirəm, yəqin ki bunu yeyə bilməyəcəm hələ ki, amma bilmirəm necə olacaqsa. Burada belə kəkələr var, mən çox bəyənirəm belə kəkələrdə. Yəni ümumən o şirniyi çox sevirəm. Və normalda biz bunun bir dənəsini belə, yəni bir dənəsini səhv eləmirəmsə 40 qəpiyə falan alırıq da. Burada neçə dənədir? 12 dənədir. 3-4 12 dənədir, hə.
2 manat 48 qəpik yaxşı məncə. 2 də çörək almışıq. Evdə çörəyimiz bitmişdi. Daha sonra mandalin. Bunu deyəsən çöldə satı var. Oradan alınıb. Çünki üstünə qiymət də yoxdur. Bu nədir? Göbələk. Mən bunu heç sevmirəm sözün açığı. Pişib iyi gələndə də yenə ürəyim qalxır. Evimizdə sadəcə bunu gəlim bacım yeyir. O özü üçün alıb. Burada 2 ədəd bir ketçap, bir mayonez var. Bunlardır. Daha sonra da meyvə. Yəni qışda əsasən insanın qidalama olduğu meyvədir. Bir almadır. Bu yəni yaşıl alma, bir də qırmızı alma. Bu qədər. Yəni bu bizim kiçik mini alışverişimizi təbii ki normalda alışveriş o qədər tutmur. Bu da hardadır bunun qiymət yeri? Bir dəqiqə. Ay, əlimdən düşür. Ben şey göstermedim. 6.70. Bunlar sadəcə Arazdan alınanlardır. Gelir. Gəlin bacım belə qəşəng çolpalar qızardıb. Biz bunları qızartdığımız o maddəni də, yəni tökdüyümüzdə inşaatlardan almışdıq. Özüm üçün bir stəkan çay süzmüşəm. Burada isə şirniyyatdan, yəni tez alınan şirniyyatdan istəyirəm birini götürürəm, yiyeyim. Çünki birazdan plastinkalar ağzıma takmalıdır. Onda heç bir şey, su belə isə bilmirəm də. Ona görə indi karnımı dözdürüm. Akşam gedib dişimi fırçalayacağım, sonra plastinkaları takacağım. Akşam yeməyinə qədər heç nə olmaz. Bunlar niyə belə də götürmək olmur? Belə, nuş olsun mənə. Həqiqətən burada zülmü olduğunu düşünməzdim. Sırf bunu tezləşdirməmişəm. Yəni normalda mən çox sürətli qidalanan insan idim. Hətta videoda sürətləndirə görürsünüz nə qədər tez-tez olurdu qidalama. Amma burada artıq breket taxdıqdan sonra çox yavaş-yavaş, çox ehtimalca yəni qidalanıram, çox diqqətli olmağa çalışıram. Çünki breketlərim qırılsın, təzədən gedeyim, təzədən uzatdım istəmirəm. İstəyirəm ki, bir dəfəlik ağzımı səliqəli alsınlar. Həm də biraz qorxuram ki, birdən nəsə bir problem yaranır. Görürsünüz ki, mən bu halımla belə sizin üçün vlog çəkməyə çalışıram. Buna görə də xahiş edirəm ki, hər də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olun. Bildirimləri açın və yeni gələn vloglarımdan xəbərdar olun. İndi sizə mən həkimimin 30 azını almışam mən bunun hamısını. Yəni buradakı apteklərin 4-5 aptek gəzdim, heç birini tapmadım. Ona görə də həkimimə yazdım. Dedim mən gətirərəm. Bunların hamısı birlikdə 30 azını gətirib mənim üçün. Amma sizə burada nələr var onlar deyəcəm. Bunlar breket üçün. Yəni adi şotkalarla breketləri təmizləmək qətiyyən olmaz. Hətta mənim dayım qızı ilə mən danışmışdım. Onun neçə illərdir var breketi. Yəni onda biraz dişlər çıxmırdı. Yəni onun üçün uzun illərdir yəni breketdən istifadə edir. O mənə dedi ki, yəni əvvəllər bilmirmiş. Buna görə adi şotka ilə istifadə edir. Burada dodağım şişib. Yəni səbəbini sözümdə bilmirəm. Yəni breket taxdığım bir gün sonra dodağımın yarı hissəsi şişib. Mən düşündüm uçuqlayacaq, amma uçuqlamadı yəni zayıf bir şəkildə. Bilmirəm, belə şiş formandadır. Şin çəkilmək üçün dua edirəm. Yəni çünki universitetdən sonra çox az qalıb. İndi videom deyim, yəni mən çox da problem deyil. Hə, nə edirdim? Onda deməli adi şotkadan istifadə etdiyi üçün breketlərində deyəsən xarab olub. Yəni səhv eləmirəmsə qırıb breketlərini, həm də bilmirəm, deyəsən yaxşı təmizləyə bilmədiyi üçün dişlərində çürümə, ağzında olan dişlərində çürümə başlayıb. İndi bunun üçün nələr var, onu göstərəcəm. Demək belə bir balaca bir şotka var. Bu balaca şotka indi sizə böyüyüncə göstərim. Normal dişlərin içəri hissəsini, ətrafını falan bundan təmizləyirsiniz. Elə hissələr var ki, məsəl üçün dişlərin indi bu breketlərin arasında, altında və s. təmizləyə bilmədiyiniz hissələri bundan təmizləmək lazımdır. Mən də hansı funksiyaya yetirdiyimi bilmirdim. Mən birinci elə başa düşdüm ki, bu başını dəyişmək üçün bir şeydir. Sonra gördüm ki, yox, bunun dəyişəcəsi bir yeri yoxdur. Sadəcə birdən soruşdum, o dedi ki, yəni bəzi yerlər var ki, bununla təmizləsən problem yarana bilər. Onun üçün bununla təmizləmək lazımdır. Saç kimi də belə dedim mən də. Mən də onun yanlısıyam. Daha sonra belə bir ayna çıxır. Bəlkə bunu həkimlərdə görmüsünüz. Dişləri yaxınlaşdırıb daha yaxşı baxmaq üçün də ki, arasında nəsə qalıbmı, qalmayıbmı və s. Bu onun üçün alınan bir aynadır. Daha sonra bunu hansı tərəfdən açırdım mən? Hə. Bu formada bir şeydir. Buradan açırsınız. Bir dəqiqə. Mən biraz açmaqda çətinlik çəkirəm. Hə. Açdım. Buradan sapı dartırsınız. Sonra buradan bağlanan yeri var. Ora bağlayırsınız, qırırsınız həmin hissəsini. Bu deyəsən dişlər təmizləmək üçündür. Mən də bilmirəm bunun nə formada təmizlənir. Yəni funksiyasını bilmirəm. Bir daha həkimə gedəndə soruşacağam. Sadəcə bizə də atmışdım. Başa düşmədik özünün nə olduğunu. Yəni biraz onda da problem yarandı bununla bağlı. İçindən belə də bir qum saat çıxır. Bunun funksiyası tam olaraq nədir bilmirəm. Əvvəllə bildiyim diş üçün önəmli bir şeydir. Sonra gördüm ki, qum saatıdır. Yəni belə bir şey çıxır. Daha sonra bu var. Bu deməli, məsəl üçün, tutam ki, breketin altında qalan, nəsə qalıbsa breketlə, yəni dəmirlə diş arasında nəsə qalıbsa, onları ehmalca təmizləmək üçündür. Baxın, başına sizə bu formada bir şeydir.
yəni yumru başı var və bundan istifadə edəndə ehtiyatlı olmaq lazım. Çünki bu raketin problem yarada bilər, cinlənə bilər, xarab ola bilər. Bu mumdur. Məsəl üçün bu raketlərin ucları açıq qalır, dəmir insanın ağzına batır. Məsəl üçün məndə son yuxarıdan aşağıdan buralardan 2 dənə dişlər hər tərəfdə durur. Yəni 8 dişimdə hələ bu raket yoxdur. 8 yoxsa 12? Yox 8. Yoxdur hələ ki bu raket və onların üstündə açıq qalan dəmir var. Dəmirin ucu. O isə mənim ağzıma, yəni bu hissələrimə batırdı. Yəni buralarım içəridən yaradı hal-hazırda. Onun üçün bu mumdan istifadə olunur. Mumu dəmirin üzünə ehmalca yapışdırırsınız ki, mum belə bir şeydir. Bir dəqiqə. Yapışdırırsınız ki, yəni ağzınıza batmasın. Bunun da indi sizə ucunu göstərim. Məsələn, mən buradan ucundan çox ehmalca bir damcı qopardıb yapışdırmışam bu hissədə. Olaraq belə bir paket var, içindən belə bir şeylər çıxır. Yəni mən bundan onu başa düşdüm ki, baxın belə bir şeydir. Yəni bu formada tutub içini dişlərin arasında bir şey qalanı təmizləmək üçün, əgər mən səhv anlamamışamsa, içərisində 4-5 dənə var. Bunu da belə. Yəni bunlar hamısı bu paketin içindən çıxanlardır. 30 azayla almışam, az öncə qeyd etdiyim kimi. Normal apteklərdə deyəsən sadəcə fırça 10-15 azayındır. Əslində bunun üçün çıxan bu qədər məhsuldan sərfəlidir. Yəni bu qədər şey olmalı. Sadəcə məsəl üçün bu böyütəçdir, sonra bu qum saatıdır. Bunlar sanki biraz mənə çatmadı. Sonra bu az öncə göstərdiyim yaşıl çubuq kimi şeydir. Biraz funksiyalar tam olaraq funksiyalarını başa düşdüm nə üçündür. Sadəcə hani olmasa da olur kimidir. Amma dediyim kimi mən apteklərdən tapa bilmədiyim üçün həkimimə demişdim. Qiyməti biraz mənə baha gəlmişdi, amma içində bu qədər şey olduğunu gördükdən sonra dedim olar da. Yəni bir də 2 fırça biraz mənə mənasız gəlir. Məsələn, ki deyir ki, bir fırçanın sala bilmədiyiniz, elə bilmədiyiniz yerlərdə digər fırçanın, amma yəni etmək olur hər yeri. Digərlərini də onsuz da az öncə göstərdiyim kimi təmizləmək olur. Yəni bəziləri tam sanki lazımsız kimidir, amma yəni belə həkimin dedi ki, yəni bu raketin ağzına qaldırım dedi, ancaq şotkadan istifadə edəcəksən. Yəni başqa bir şotka yenidən münasibət normalda biz 3 aydan 6 aydan dəyişirik axı. Heç ehtiyacı yoxdur ona. O açıdan baxanda sərfəlidir, yəni. Ümumən də belə. İndi mən sizə nə haqqında danışacağam? Videonu dayandırım. Fikirlərimi toplayım, danışacağım. İstəyirəm. Deməli, məndə dişlərin bəzilərinin, yəni alt sənəmdə dişlərin hamısı düzdür. Yəni düz səliqənin yerlərinə çıxıblar. Üst sənəmdə gördüyünüz kimi dovşan dişliyim var. 2 dişimdə problemi var. Yəni əyrilik var. Bir də mənim bir süt dişim ağzımda qalıbmış. Yəni düşməyibmiş. Yəni bəlkə güləndə danışılan fikirlərimizdir ki, burada balaca bir dişim var idi. O süt dişiymiş. İndi həkimim dedi ki, onu çəkməyəcəyik, özünün düşməyini sağlayacaq və damağımda əsl kəsici dişim damağımdaymış. Köpək dişim də o kəsici dişimin yerinə çıxıbmış. Yəni əsas yerinə yetirməmiz gerəkən proseslər bunlardır. Bir də alt sinəmdə belə deyək, önə doğrudur sanki. Onu da aparatlarla geri çəkəcək. Yəni bu raket əslində tənəni çəkmir. Bu raketin sadəcə funksiyası dişləri səliqəli etməkdir. Bunun üçün də dünən getdiyimdə, indi o videonu da yerləşdirəcəm. Həkim ağzıma alta və üstə plastinkalar taxdı ki, belə deyək, altı və üstə çənəmi yıxsın və formaya salsın. O plastinkalarla da nə su içmək, nə qidalanmaq, adi su içmək belə olmaz. Yəni olmur, daha doğrusu içə bilmirsən və insanın ağzı çox sulanır sanki. Düşünürəm bəlkə də beyin elə algılayır ki, bu bir qidadır, ona görə çox ağız suyu ifraz olunur. Bu da ola bilər. Yəni bu formada biraz o aparatlar çətindir, yəni plastinkalar biraz onlarla dayanmaq çətindir. Yəni artıq mən hətta buna belə çətin vərdiş alırdım. İndi buna şükür edirəm, çünki aparatı ağzıma taxda daha çətin olur. İndi yemək yedim deyə çıxartmışam, dedim sizin üçün də bunları çəkeyim. İndi gedib dişlərimi fırçalayacağam, yeməyimi yedim deyə. Fırçalayıb sonra aparatları alta üstə taxacağam. Ondan sonra danışa belə bilmirəm, çünki deyilmə sanki yer qalmır ağzımın içində. Onlar əngəlləyir sanki danışmağımı. Yəni belə. Yəni bunları demək istədim ki, hər kimsə raket taxdırmaq istəyirsə, bunlar haqqında da məlumatı olsun. Bu yolculuq boyunca vloglarımda nələr baş verdiyini, nələr olduğunu görəcəksiniz. İndi aparatları dedi ki, həkim taxdı yenidən. Dedi bir həftə sonra yenidən gələrsən. O da universitet vaxtına düşür, bilmirəm necə olacaq, necə gedəcəm. Onların hamısını çalışdım, üçün çəkim. Çəkə bilməsəm də sizin haqqında, bunlar haqqında məlumat vereyim. Ağzımdakı bu şişdə, yəni dodağımın bu hissəsi çox böyükdür gördüyünüz kimi. Bu da bilmirəm niyə belə olub, çünki yəni əgər şişirsə tam ki raketə görəsə bu tərəfdə olsun da. Yəni bunun bilmirəm nə ilə bağlıdır. Səbr eləyək görək nə zaman bu da həllinə çatacaq.
Belə. Hə, bir də qidalamaq çox çətindir. İlk günlər alt-üst bu hissəsi dişlər vəbşə çox pis ağrıyırdı. Heç nə dişləmək falan heç alınmır. İndi də alınmır əslində. İndi dişləmək olmur. Sadəcə indi arxadakı dişlərimlə, yəni arxadakı azı dişlərimlə, böyük azı dişlərimlə onlarda həm də breket yoxdur üstündə. Həm də onlarla, amma bu tərəfimdən yox, sırf bu tərəfimdən. Çünki bu tərəfdə bilmirəm, həkimin yapışdırdığı breketin sanki o maddəsi dişdən aralanmış kimidir. Həkim özü də baxdı, dedi heç olmaz plastinka onu saxlayacaq, yəni yapışdırmadım. Ona görə o tərəfdən heç qidalanmaram, qorxuram. Sırf bu tərəfdən az-az qidalanmağa çalışıram, çox ehtiyatla. Yəni normalda tez-tez yeyən, çox yeyən mən şu an çox qorxuram və çox az-az qidalanıram. Belə vloqu da əslində burada sonlandırıram. Çünki artıq danışa da bilməyəcəm. Plastinkalarımı işləmətə vuracaq, plastinkalarımı taqacam. Belə hələlik öpürəm sizləri. Növbəti vloqlarda görüşərik. Ümumi breketlə bağlı nə etməliyəm, necə qidalanmalıyam, nələrə diqqət etməliyəm, bunlarla bağlı məlumatı olan varsa, mənə yazsanız çox yaxşı olar. Çünki bu aralar həqiqətən məlumatlara çox ehtiyacım var bununla bağlı. Çünki ilk dəfə taxıram, mənim üçün bir işdir, hətta çox çətin gəlir. Ona görə də dəstəyinizi əsirgəməsəniz çox gözəl olar.